Salam dəyərli şagirdlər və müəllimlər. Ümid edirəm ki, yaxşısınız, keyfiniz də yerindədir. Bugünkü mövzumuz bir çox şagirdin, hətta bir çox müəllimin çətinlik çəkdiyi bir mövzudur. Mürəkkəb adlar. İzahlar YouTube'da çoxlu, sadəcə bizim fərqimiz nə olacaq? Bəzi qarışıq məqamlar da var, onları daha aydın başa salmaq üçün düşündüm ki, bu mövzu çəkilməlidir. Təbii ki, bugün biraz yorğunuq. Mən özüm də yorğun şəkildə gəldim bura. Sadəcə dedim ki, yox, bugün bu videonu çəkməliyik ki, paylaşaq və izləyicilər də izləsinlər. Sizə də düşən videoya axıra qədər baxmaqdır və eyni zamanda da videonu bəyənməkdir ki, bu videoların davamı gələ bilsin. Başlayaq vaxt itirmədə izahımıza. Mürəkkəb ad nədir? Bizdə biri var, ad anlayışı. Ad nədir? Yəni insanlara və yaxud da ki, hər hansı bir əşyanı fərqləndirmək üçün ona qoyduğumuz xüsusi isim. Məsələn, tutaq ki, Əli bir addır. Mürəkkəb ad nədir? Bu adın mürəkkəb versiyası. Yəni bir-birinə ayrı yazılan, bir neçə sözün birləşməsi ilə yaranan adlar mürəkkəb ad hesab olunur. Məsələn, tutaq ki, mən yazsam ki, Əlizadə Əli. Burada bir ad var idi. Mən bir dənəsini də əlavə elədim. Ən azı 2 söz oldu. Bu artıq mürəkkəb ad hesab olunacaq. Mən buna ad deyə bilməyəcəm. Mürəkkəb ad deyəcəm. Bu mürəkkəb adlar haqqında nələri bilməlisiniz? Mütləq şəkildə mürəkkəb adlar söz birləşməsi şəklində olmalıdır. Məsələn, bu formada. Sözlər birləşib də. Amma şərt nədir? Bitişik yazılmamalıdır. Məsələn, tutaq ki, Əli, Abbas yazsam, bu mürəkkəb ad deyil. Niyə? Çünki burada Abbasla Əli sözü bitişik yazılır. Bitişik yazıldığı üçün də, yəni mürəkkəb ad kateqoriyasına buna da ad deyəcəm. Amma ayrı yazıldığı zaman bəli, yəni defis də ola bilməz. Sadəcə ayrı yazılmalıdır, şərt budur. Bu artıq mürəkkəb addır. Bu təməl izah. Daha sonra yadda saxlayaq. Mən bir ad mürəkkəb addırsa, hər hansı bir şey bir mürəkkəb ad qoymuşamsa, məsələn, tutaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Yəni, bir neçə söz birləşib mürəkkəb addır. O zaman nə olur olsun, mürəkkəb addırsa, cümlə üzvü kimi bir yerdə götürəcəyim mən onu. Məsələn, tutaq ki, Əlizadə Əlini mən cümlə üzvü kimi təhlil etsəm, harda olsa, məsələn, mübtəda kimi işlənibsə, bir yerdə mübtədadır. Yəni, Əlizadə başqa, Əli başqa cümlə üzvü kimi götürülməyəcək. Və mürəkkəb adlarda hər sözün ayrı vurğusu olur. Məsələn, Əlizadə sözündə vurğu ayrıdır, Əli sözündə də vurğu ayrıdır. Yəni, bunu da belə yadda saxlayaq ki, testdə düşəndəki vurğusu bir yerdə olur və sər kimi anlayışları yanlış götürəcəyik. Bu təməl məsələlər idi. İndi isə beynimizdəki sualları cavablandıraq. Mürəkkəb adlar hansı formada olur, onlara baxaq. Deməli, 2 kateqoriyaya bölmüşük biz bunu. 1. Tərkibindəki bütün sözlərin baş hərfi böyük yazılan mürəkkəb adları var. Bir də ki, sırf birinci sözün baş hərfi böyük yazılan mürəkkəb adlarımız var. Yəni, böyük-kiçik məsələsi var da, hərfin böyük və kiçik yazılması testdə düşən məqamdır. İndi bütün sözlərin baş hərfinin böyük yazıldığı məqamlara baxaq biz. 1. Ad, soyad, ata adları. Bunlarda ad da böyük yazılır, soyad da böyük yazılır, ata adı da böyük yazılır. Amma ondan sonra gələn oğlu, qızı sözü balaca yazılacaq. Məsələn, Əlizadə Əli Rauf oğlunda Əlizadə Əli Rauf böyük, oğlu kiçik hərflə yazılmalıdır. Və yaxud da ki, məsələn, Əli Mərdanov Əlabbas Vidadi oğlu, Əli Mərdanov Əlabbas Vidadi böyük, oğlu kiçik hərflə yazılacaq, qızı da həmçinin o formada olacaq. 2. Ölkə, muxtar, respublika, vilayət adları. Belə yadda saxla da, əgər bir mürəkkəb ad hər hansı bir ölkəyə, yəni coğrafi bir məkana aiddirsə, hamısını böyük yazacaqsın. Məsələn, Azərbaycan Respublikası, təbii ki, ölkə adıdır, mürəkkəb adıdır da bu. Azərbaycan da böyük, Respublika da böyük. Naxçıvan Muxtar Respublikası da həmçinin, yəni Amerika Birləşmiş Ştatları da həmçinin, yəni hamısını böyük yazacaqsan. Yəni ölkə ilə yadda saxladı bu məsələni. Gördünsə böyükdür. 3. Müəssisə təşkilat adları. Yəni, məsələn, Birləşmiş Millətlər Təşkilatı bir təşkilatdır. Bakı şəhər təhsil idarəsi müəssisədir. Yadda saxla ki, yəni bir şeyin ki, xüsusi binası var, yəni bir təşkilatdır və s. Onu böyük hərflə yazmalısan bütün sözlərini. Əsas nitq hissəsindən ibarət olan hissələri. Məsələn, Birləşmiş böyük, millət böyük, təşkilat böyük. Bakı böyük, şəhər böyük, təhsil idarəsi böyük. Və burada uşaqların və şagirdlərin məsələn yanlış etdiyi məqam nədir? Şəhəri kiçik hərflə yazırlar. Və ya da ki, məsələn, Lerik rayon təhsil idarəsində götürür r-ni balaca yazır. O yanlışdır. Rayon, şəhər tipli sözlərdə böyük hərflə yazılacaq. Yadda saxlayaq bu məqamı. Mən burada böyük yazmışamsa, get sən də böyük yaz, testdə partladasın. Gəldik 4-ə. Bu 4, yəni diqqətlə qulaq asmalı olduğumuz məqamdır. Yüksək dövlət vəzifələrinin yazılış tərzi. Burada fərqlər olduğu üçün diqqətlə qulaq asmalısınız. Birinci məqam nədir? Azərbaycan Respublikasının prezidenti bütün sözləri böyük yazılır. Bunu buraya yaz, yəni yaddan çıxarma.
Amma yerdə qalan sözlərdə vəziyyət necədir? Məsələn, yüksək rütbədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Burada iki hissə var. Bir var rəsmi hissə, bir də var özək hissə. Yəni bu hissə rəsmidir, bu hissə isə özək hissədir. Rəsmi hansı? Yəni Azərbaycan Respublikası hissəsidir. Bu hissə hamısı böyük hərflə yazılacaq. Amma məsələn, birinci vitse-prezidentidir, baş nazirdir, Milli Məclisin sədridir. Burada nə edirik? Sadəcə olaraq birinci sözünü böyük hərflə yazırıq. Məsələn, Azərbaycan Respublikasının birinci vitse-prezidentində rəsmi hissəni mən böyük hərflə yazdım. Yəni Azərbaycan Respublikası yadda saxlayır. Rəsmi hissə deməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası böyük. Birinci vitse-prezidenti sözündə də sadəcə birinci sözündəki b-ni böyük yazacaqsan. Baş nazir özək hissədir, sadəcə başı böyük yazacaqsan. Milli Məclisin sədri də Milli Məclis, indi siz sual verəcəksiniz ki, müəllim, niyə Milli Məclisin məclisi də böyük yazılır? Çünki Milli Məclis özü də bir mürəkkəb addır deyə. Yəni burada əslində bu mürəkkəb adla bu mürəkkəb ad birləşib. Milli Məclis də bildiyimiz kimi bir orqandır, idarədir və ona görə də burada ikisini mən böyük yazmaq zorundayam. Amma sədri sözünü yenə kiçik hərflə yazacağam. Yəni bu yüksək vəzifə adlarını yadda saxlayın. Testdə görəndə bu görüntünü yadda saxlayın, qaydanı yadda saxlayın ki, o testin öhdəsindən gələ biləsiniz. Daha sonra təqvimdə gün sözü olan və təqvimə düşən hadisələr. Açırsınız telefonun məsələn təqvimini. Orada görürsünüz ki, məsələn özəl hadisələr var da. Məsələn Beynəlxalq Qadınlar Günüdür 8 martda, 31 dekabrda Dünya Azərbaycanın Həmrəylik Günüdür. Əgər o mürəkkəb adın tərkibində gün sözü varsa və təqvimə düşübsə, hamısını böyük yazacaqsan. Məsələn Beynəlxalq böyük, Qadınlar böyük, gün böyük. Və ya Dünya Azərbaycan Həmrəylik Gün hamısı böyük olacaq. Daha sonra bir dənə bu hissədə son olaraq sizə bir dənə istisna məqamı deyim mən. Deməli, bəzi, yəni bütün hərfləri böyük yazılan mürəkkəb adların tərkibində üzrə, yanında tipli sözlər işlənir. Adına, üzrə, yanında və s. Və yadda saxlayaq ki, onları sən balaca hərflə yazacaqsan. Məsələn, Nəsimin adına Dilçilik İnstitutu sözündə Nəsimi böyük, Dilçilik böyük, institut böyük. Amma adına sözünü kiçik hərflə yazmaq zorundayam. Yadda saxlayacaqsan da, yəni adına, üzrə, yanında tipli sözləri görürsün mürəkkəb adının içində, bunlar balaca hərflə yazılacaq. Amma rayon və şəhər sözləri, məsələn, Lerik rayon təhsil idarəsində, onlar böyüklə yazılırdı. Bu məqamı yadımızda saxlayaq inşallah. Bu bitdi. Yəni 5 dənə kateqoriya öyrəndik burada. Bütün sözlərin ilk hərfi böyük yazılan, soyad ad ata adı, ölkə muxtar, müəssisə təşkilat, yüksək dövlət vəzifələrin yazılış tərzi, bir də təqvimə gün sözü düşən hadisələr. İndi isə gələk o mürəkkəb adlara ki, yalnız ilk sözü böyük hərfdən başlayır. Yerdə qalan sözlər sən kiçik hərfdən yazırsan. Görək onlar hansılardır? Deməli, 1. Tarixi hadisə, dövr, sülalə, bayram, abidə adları. Məsələn, tutaq ki, Novruz bayramı bayram adıdır da. Nə edirsən? Sadəcə olaraq sən bunun ilk hərfini böyük hərfdən yazacaqsan. Paleolit dövründə də ilk hərf belə olacaq. Səfəvilər sülaləsi sülalə adıdır, belə olmalıdır. Yalnız ilk hərf böyükdən yazılmalıdır. Burada sənə lazım olan məqam hansıdır? Bax, bura bir qeyd yazmışam. Tutaq ki, məsələn, paleolit dövründə mən bu sözün də qabağına bir söz artırsam birdən. Məsələn, orta paleolit dövrü. Bu zaman qabağına artırılan söz də böyük hərfdən yazılacaq. Paleolit söz də böyük hərfdən yazılacaq. Qarabağ müharibəsinin qabağına ikinci sözünü artırmışamsa, ikincinin isi də böyük yazılacaq. Qarabağın qısı da böyük yazılacaq. Bu qaydadı yadda saxlayacaqsın. Daha sonra tarixi gün adları bildirən mürəkkəb adların birinci hərfi rəqəmlə yazılarsa, ikinci hərf böyük hərflə başlayır. Nə deməkdir? Bu gəlin aydınlaşdıraq. Məsələn, 20 yanvar sözünə fikir verək. Əgər 20 yanvarda mən yaxınlaşdıraq sizin üçün, 20 sözünü rəqəmlə yazsam, yanvarın yısı böyük yazılmalıdır. Yadda saxla bunu. Amma mən 20 sözünü hərflə yazsam, ona görə hərflə yazıramsa, onsuz da birinci hərfi böyük hərflə yazmışam da yanvarı kiçik yazacağım. Çünki onsuz da böyük yazmışam. Qayda necədir? Birincisi böyük, digərləri kiçik olurdu da. Deməli, rəqəmlə yazsam, yanvar böyük, amma hərflə yazsam, yanvar kiçik olacaq. Məsələn, burada 21 mart Novruz bayramı da elə olacaq. Yəni, əgər mən rəqəmlə yazsam, məsələn, mart böyük hərflə yazılacaq. Amma məsələn, 21 martda 21-i mən hərflə yazsam, o zaman mart kiçik hərflə yazılacaq. Bu da bizim üçün digər vacib qaydalarımızdan biridir, yadda saxlayaq. Daha sonra, tərkibində çay, dəniz, okean, göl, xiyaban, meydan, küçə, meşə olan mürəkkəb adlarda da yadda saxla ki, birincisi böyük, digərləri kiçik hərflə yazılacaq. Hansılar oldu? Çay, dəniz, okean, göl, xiyaban, meydan, küçə, meşə tipli sözlər. Məsələn,
Ən çox testlərə səhv edilən sözlərdən, mürəkkəb adlardan biri də budur. Şəhidlər Xiyabanı. Xiyaban bura yazmışıq, elə deyilmi? Xiyaban onsuz da farsında küçə deməkdir də. Şəhidlər küçəsi mənasına gəlir. Ş hərfi böyük, Xiyaban kiçik hərfdən yazılmalıdır. Şəhidlər Xiyabanı, Xiyaban böyüklə yazmaq olmaz. Xəzər dənizində Xəzər böyük, dəniz kiçik. Və ya sakit okeanda sakit böyük, okean kiçik olacaq. Azadlıq meydanında azadlıq böyük, meydan kiçik hərflə yazılacaq. Bunu da yadda saxlayaq. Daha sonra sizi yormadan keçək digər məqamlara. Deməli, dövlət mükafatları, təltifləri. Yəni, tutaq ki, hər hansı bir insana məsələn bir mükafat verirsən, onu təltif edirsən, o mükafatın və təltifin adları belə deyək də. Əsər, opera, balet, qəzet, jurnal, kafe, restoran, mağaza, nəşriyyat və sair varlıqların adları böyük hərflə və dırnaq içində yazılmalıdır. Belə yaddısa, məsələn, Leyli və Məcnun poemasında Leyli və Məcnun əsər adıdır da. Bu bir əsərə mənim qoyduğum addır. Leyli və Məcnunda böyük hərflə yazıram, olsa insan adları böyük yazılacaq. Amma Leyli və Məcnun dırnağı almalısan. Füyüzat jurnalı jurnal adıdır və bura qeyd eləmişik biz jurnalı. Füyüzatı dırnağı almalısan. Şöhrət ordeni, məsələn, ordendir də. Orden, medal, nişan, təltif və mükafatlardır onsuz da. O zaman şöhrəti dırnaq içində yazmalısan və böyük yazmalısan. Amma burada qeyd etdiyimiz sözlər, məsələn, orden sözünün özü, jurnalın özü, poema sözünün özü, bunlar kiçik hərflə yazılmalıdır. Belə yadda saxlayaq. Yəni, ümumiyyətlə, sən bunu bu cür də yadda saxlaya bilərsən. Bir şeyə ki, məsələn, sən ad qoyursan, məsələn, mağazaya özün ad qoya bilərsən də, nəşriyyata, restorana, kafeyə, jurnala, qəzetə özün ad qoya bilərsən. Özün ad qoyma potensialı olan, məsələn, mürəkkəb adları dırnağa salmalısan. Bir əsər yazıb özün ona ad qoya bilərsən. Ona görə bunlar dırnaq içində verilməlidir. Amma ki, sən ad qoya bilmədiyin yuxarıda məqamlar var. Məsələn, Şəhidlər Xiyabanı, Xəzər dənizi. Xəzərə, yəni, biz ad qoya bilmərik də, qoyulub onsuz da onun adı. Xəzər o zaman dırnaqsız yazmalısan. Bu, məsələn, fəlsəfənin işinə çıxmaq olar. Amma tövsiyəm budur ki, get, bunun məntiqini başa düş. Bu sözləri göz yaddaşından əzbərlə o formada tətbiq elə ki, sənə də rahat olsun. Daha sonra, burada ən sevdiyim bir məqam var. Buna da fikir vermək lazımdır. Çünki testlərdə mənim də qabağıma çox çıxıb. Deməli, bəzi insan adları var ki, biz məsələn, onların əvvəlinə və sonuna Ağa, Xan, Sultan, Şah, Hacı, Şeyx, Mirzə, Axund, Molla tipli, məsələn, rütbə, ləqəb, titul əlavə edirik. O zaman onların yazılışı necə olacaq? Əgər burada qeyd elədiyim bu sözlər, yəni bu titullar, İnsan adının lap qabağında gəlsə, böyük hərflə yazacaqsın. Məsələn, Şah İsmail Xətaiyə fikir verin. Şah böyük, İsmail böyük, Xətai böyük. Niyə? Şah çünki qabaqda gəlir. Amma yadda saxla, sonda və ortada gəlsə balaca hərflə yazılmalıdır. Bu da çox vacib qaydadır. Məsələn, Nadir Şahda Şah sonuna gəlib balaca hərflə. Fətəli Xan Xoyskidə Xan ortada gəlib balaca hərflə yazmalısan. O yalnız əvvəldə gələndə böyük hərflə yazılır. Yəni yalnız əvvəldə. Yerdə qalan bütün məqamlarda sən onu balaca hərflə, yəni kiçik hərflə yazmalısın. Sonra gəldik digər vacib məqama. Tərkibində lisey, gimnaziya, məktəb, fakültə, şöbə olan sözlər. Yadda saxlayaq ki, bu sözlər mürəkkəb ada qoşulanda kiçik hərflə yazılmalıdır. Yəni buradakı sözlər, qırmızıya aldığım sözlər. Məsələn, Avropa liseyində Avropa böyük, lisey kiçik. Filologiya fakültəsində filologiya böyük, fakültə kiçik. Nəsimi adına Dilçilik İnstitutunun filologiya şöbəsində Nəsimi böyük. Bəx qeyd eləmişdim, adına yanında üzrə tipli sözlər, onsuz da kiçik idi. Bundan işimiz yoxdur. Dilçilik İnstitut böyük. Sonra filologiya yazmışam. Bircə dəqiqə onu düzəldək. Filologiya böyük, amma şöbəni necə yazıram? Kiçik hərflərini yazmaq zorundayım. Yadda saxlaya bu məqamda. Belə, bunu da bildik. Yəni, bunlar hansılar oldu? Bir də ümumi təkrar keçək. Yəni, yalnız ilk hərfi böyük, ilk sözü böyük hərfdən yazılanlar. Tarixi hadisə dövr sülalə adları oldu. Say, dəniz, okean tipli sözlər oldu. Mükafatlar, əsərli adları oldu. İki dırnaqda yazdıq bunları. Ağa, Xan, Şah, Sultan tipli sözlərin yazılma tərzinə baxdıq. Lisey, gimnaziya, məktəb, fakültə, şöbə tipli sözlərin yazılma tərzinə baxdıq. İndi isə gələk fəxri adların yazılışına. Fəxri adlar bir də nazilik adları ümumiyyətlə həmişə çaşdırıcı məqamları olub deyə. Gəlin bu məsələyə daha aydın şəkildə yanaşaq. Yadda saxlayaq. Fəxri ad nə deməkdir? Yəni, hər hansı bir şəxsə yüksək dövlət vəzifəliləri tərəfindən verilmiş adlar var da. Bir insan, məsələn, incəsənət sahəsində çox xidmət edirsə, ona, məsələn, əməkdə incəsənət xadimi adı verilir. Və da, məsələn, bir insan, məsələn, müəllimdirsə və uğurlu fəaliyyətlər olubsa, əməkdar müəllim deyilir və s. İndi yadda saxlayaq. Bu fəxri adlar da iki hissədən ibarət olur. Bir var rəsmi hissə, bir də var özək hissə. Rəsmi hissə hansıdır? Bəx qeyd elədiyimiz kimi, məsələn, Azərbaycan Respublikası hissəsi. Bu hissə rəsmi hissə hesab olunur da. Yadda saxlayaq, rəsmi hissə onsuz da böyük hərflə yazılır. Məsələn, rəsmi hissəndə əzbər Azərbaycan Respublikası hissəsi olur.
Amma özək hissə hansı olur? Sırf həmin şəxsə verdiyimiz o məsələn fəxri ad, məsələn xalq artisti, əməkdar incəsənət xadimi, xalq şairi, bunlar özək hissədir. Yəni sırf fəxri adın özü. Yadda saxla, özək hissənin yalnız ilk sözünü böyük hərflə yazacaqsan. Məsələn, Azərbaycan Respublikasının xalq artistində xalq artistini sadəcə bu sözün X hərfini böyük hərflə yazmaq zorundasın. Və yaxud da əməkdar incəsənət xadimi necə olacaq? Əməkdar böyük incəsənət xadimi kiçik hərflə yazılacaq. Xalq şairində də həmçinin xalq böyük şair kiçik hərflə yazılacaq. Belə yadda saxla. Əgər fəxri ad gördünsə, rəsmi hissə heç varsa o böyükdür. Amma fəxri adın özünün yalnız ilk hərfi böyük hərflə, digər hərflər kiçik hərflə yazılacaq. İndi isə gələk nazir adların yazılışlarına fikir verək. Deməli, yadda saxla. Vəzifə adlarında, yəni belə yüksək vəzifə adları var da, nazirlər və s. Rəsmi hissə yenə də böyük yazılır, amma digər sözlər isə ümumiyyətlə kiçik hərflə yazılmalıdır. Yəni, məsələn, Azərbaycan Respublikası rəsmi hissədir də, məsələn, Azərbaycan Respublikası Təhsil Naziri. Narizi yazmış, onu da bir dənə düzəldək. Mən bu PDF-ləri gecə saat 3-də, 4-də hazırlayıram deyə yuxulu oluram. Naziri. Deməli, Azərbaycan Respublikası böyük hərflə yazırsan, bu rəsmi hissədir, mən buna işim yoxdur. Təhsil naziri hissəsində isə təhsil də balaca, nazir də balaca. Və yaxud da ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri. Azərbaycan böyük, Respublika böyük, amma Xarici İşlər Naziri kiçik hərflə yazılmalıdır. Bunu yadında saxlayacaqsan. Amma yadda saxla, nazir ayrı şeydir, nazirlik ayrı şeydir. Nazirlik bir qurumdur, amma nazir bir şəxsdir. Nazirlik olsaydı o zaman Azərbaycan böyük, Respublika böyük, təhsil də böyük, nazirlik də böyük yazılacaqdı. Amma nazir şəxsdən söhbət gedəndə isə rəsmi hissə Azərbaycan Respublikası böyük, təhsil naziri kiçik hərflə yazılmalıdır. Bunları yadınızda saxlayın, demək olar ki, yəni mürəkkəb adların bütün o təfərrüatlarını biləcəksiniz. İndi isə gələk ixtisar anlayışına. Deməli, dəyərli insanlar, yadda saxlayaq ki, mürəkkəb adlar bəzən çox uzun olanda, o yorucu olmasın deyə orada ixtisar aparılır. Biz həmin ixtisara abreviatura deyirik. Məsələn, tutaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti görürsə nə qədər uzundur. İndi o qədər uzun deməyə ehtiyac olmasın deyə ADPU deyə məsələn biz ona məsələn ixtisar edə bilərik ya da Bakı Dövlət Universitetinin BEDU deyə bilərik. BEDU da deyirlər, amma əslində məsələn ABŞ, əslində o sözün yazı belədir də, ABŞ. Amma məsələn buna sən ABŞ deməməlisən, sən belə deməlisən, ABC. Tələffüz formalarına uyğun deməlisən. Məsələn, ADPU bu formada deməlisən, bunu yadda saxlayaq. İndi, bunlar oldu ixtisarlarımız. İndi, burada önəmli məqam nədir? Məsələn, tutaq ki, mən bir ixtisara şəkilsi artırsam, o şəkilsi bu sözün tələffüzünə uyğun artırılacaq, yoxsa elə ixtisar formasına uyğun artırılacaq. Qayda sənə deyir ki, məsələn, BEDU ya olmalı, yəni A artırmalısan. İxtisarın özünə uyğun şəkilsi artırılmalı, tələffüz formasına uyğun. Amma onun açılışına uyğun artıra bilməzsən. Bu qaydanı da yadda saxlayaq. Yəni, necə edirik? İxtisar necədirsə, şəkilsi artıranda da ixtisara yolunu artıracaqsın. Və salam, bitdi sən məsələn. Davam edək. İndi ixtisarlar da bir neçə kateqoriyada var. Diqqətdən qaçan məsələlərdir. Bir var, yarımçıq ixtisarlar. Məsələn, akademik sözünü mən yarımçıq formada, akad forması ixtisar edirəm. O zaman ondan sonra nöqtə qoymalısın. Professor sözünü prof forması ixtisar edə bilərəm. Məsələn, prof nöqtə filankəsi, filankəs sadə, filankəs. O zaman nöqtəvi qoyacaqsan. Azər kitabda niyə nöqtə yoxdur? Çünki Azərbaycan kitabı anlayışında həm Azər hissəsini ixtisar eləmişəm, ondan sonra söz gəlib deyə nöqtədən istifadə eləməmişəm. Azərtacda da eyni şey özünü göstərir. Yəni Azərbaycan Dövlət Teleqraf Agentliyi deməkdir. Azərtac formasında biz onu ixtisar edirik. Bir də var, orta hissənin düşməsi ilə yaranan ixtisarlar. Bunlar nə deməkdir? Məsələn, doktor sözündə orta hissə düşür, D ilə R qalır, mən dəyər edirəm. Ya da ki, məsələn, zavod sözündə A-vı O düşür, Z-də formasında ixtisara gedir. O zaman nə edirik? Biz həmin birinci hərflə sonuncu hərfi saxlayırıq və ortasına bir dənə defis işarəsindən istifadə edirik. Bu formada ixtisar olunur. Bununla da demək olar ki, yəni ixtisarlarla da tanış olduq. Başqa, yəni çətin məqam sizin üçün qalmadı. Sadəcə siz bir dənə fəxri adların yazılışına, bir də vəzifə adlarının yazılışına fikir verin. Demək olar ki, başqa inanmıram. Nəsə çətinliyi çəkəsiniz. Bir də burada ixtisara artırılan şəkilçilərə fikir vermək lazımdır. İxtisarın formasına uyğun artırılmalı. Və salam. Belə, izahımız bitdi. Ümid edirəm ki, video sizə faydalı oldu. Videonu bəyənək, kanala abunə olaq ki, daha çox fayda əldə edək. Hər biriniz çox dəyərlisiniz. İnşallah növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın. Hələlik, Allah amanında.